Sizin bir əsas yayılan ifadəniz var. 100 sürmə 100 yaşa. Sizdən... Sürmə 100, yaşa 100. Hə, sürmə 100 yaşa. 2011'de olmuştu skuter meselesi. 2011'de olmuştu. Dekabr ayın 2'si. Yeni zastav açılırdı Dövlət Səhhət Xidmətinin. Ben ondan əvvəl onu dayanıqlı vəziyyətdə görmüşdüm. Sürmək istəmişdim. Dedilər, yəni hərəkətə salınmamışdı, hərəkətdə deyil. Sonra o məlum hadisə baş verdi. Mən xidmət rəisindən xahiş elədim, hörmətli generalımızdan. O da mənə icazə verdi, sürdüm. Dırnaq arası sürdüm. Mən əyləci basasıydım, mən qazı basmışdım. Ona görə bəzən meyxanaçılar da deyir, qaz vermə, qaz vermə. Bax, o ifadə oradan qalıb. Yəni, o skuterdə də mən Allah saxladı Aysel. Orada mən sırf öz texniki bacarıqsızlığım idi. Yolun qırağından gedən bir operatora vurmuşdum. Qəza da törətmişdim hələ. Özüm sürməməyin bir tərəfə, hələ kimisə də vurmuşdum ondan. Çox olduqca sürətlə getmişdi. Allah saxlayırdı, Allah böyükdür.